Axı kim deyir ki, böyük sedan darıxdırıcı olmalıdır? Saatdə 100 km sürəti 8 saniyə. Bu avtomobil yarış üçün deyil, özdə qışqırmır, amma lazım olanda cavab verir. Kia K8 5 metr uzunluğu olan biznes sedandır. Əslində mənim əvvəlki dizayndan da xoşum gəlirdi. Xatırlayırsınız, Akula'ya bənzəyirdi. Adama elə gəlirdi ki, Lexus ES-i udmaq istəyir. Amma bu dizayna baxanda görürsən ki, deyəsən artıq yeyib. Dizaynerlər onun görkəmini kəskin dəyişdilər. Bu da müzakirələrə səbəb oldu. Əvvəla faralardan başlayaq, onlar artıq üfüqi yox, şaqulidir. Bu da avtomobili vizual olaraq daha hündür və daha güclü göstərir. Əslində bu futuristik bir memarlıq əsərinə bənzəyir. O ki, qaldı gündüz işıqlarına, Koreyalılar buna ulduz xəritəsi deyir. Gördüyünüz kimi, nəhəng radiator torundan əsər əlamət qalmayıb. Əslində bu eksteryer daha çox elektromobilə bənzəyir. Gəlin Kia EV9-u xatırlayaq. Amma baxın, burada bax bu zolağı görürsünüz, lazım olanda onlar açılır və hava hasarı rolunu oynayır. Yekun olaraq dizayn barədə deyim ki, o sanki bir konseptdir. Podiumdan indicə düşür.